Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Rabbi şrahli sadri ve yassirli emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Əmmə ba'd. Möhtərəm müsəlman qardaşlarım, sizin hamınızı Allahın salamı ilə salamlayıram. Və bu Ramazan günlərində xüsusən və daim, umumən Allahdan qorxmağa, təqvalı olmağa sizi çağırıram. Həqiqətən yalnız təqvanın səbəbi ilə, təqva ilə siz çoxlu xeyrə nail ola bilərsiniz. İlk növbədə elmə, sonra ruzu və s. Allahın nimətlərinə nail ola bilərsiniz. Allah subhanahu teala deyir, Fəttəqullahə və yuəllimukumullah. Allahdan qorxun, Allah sizə öyrətsin. Başqa ayədə də deyir, Və mən yəttəqilləhə yəcəlləhu məxrəcən və yərzuqhu min heytü lə yəhtəsib. Kim Allahdan qorxarsa, Allah onun üçün yol açar, çətinlikdən bir yol açar və ağılına gəlmədiyi bir yerdən onun ruzusunu verər. Əlhəmdülillah, hamımızın simasından təqvalı olduğu görsənir. Keçən dərs qəbirdə olan sorğu-sual və bir də əzab və nimət barəsində danışdıq. Bugün isə mövzumuzu davam edirik. Qəbirdə olan sorğu-sualdan hansı səbəblər insanı qoruyur? Yəni, qəbirdə olan sorğu-suala lazımı cavabları vermək üçün hansı səbəblər insana kömək olur? Ümumi səbəb bayaq dediyimdir, təqva, Allaha olan təqva, günahlardan çəkinmək. Xüsusi səbəblərdən bir neçəsini qeyd edəcəm. Başqa səbəblər də var, lakin bir neçəsi ilə kifayətlənək. Ən birinci səbəb Allah yolunda şəhid olmaqdır. Allah yolunda şəhid olmaq. Peyğəmbər sallallahu aleyhi və səlləmdən sahabələr soruşur ki, ya Rasulallah, nə üçün şəhid qəbirdə sorğu-sual olunmur? Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, onun başının üzərində qılınclardan çıxan o qığılcım qəbirdə olan sorğu-sualdan onu azad edir. Yəni, demək istəyir ki, Allah yolunda vuruşan şəxs əgər özünü döyüşə salırsa, artıq qəbirdə olan sorğu-sualdan azad olur. Sahabə bunu soruşmaqda deyə bilərsiniz ki, hardan bilirdi ki, qəbirdə sorğu-sual olunmayacaq. Bu qeyb aləmidir. İki ehtimal var. Ya əvvəlki kitablardan, Tövrat və İncildən oxuyub, sahabələr bilib, ya da ki, Peyğəmbər s.ə.v bu barədə xəbər verib, sonra sahabə bu sualı verib. İkinci səbəb Allah yolunda keşik çəkmək, sərhədi qorumaq, dövləti qorumaq. Kim bu cür ölərsə, yenə qəbirdə olan sorğu-sualdan azad olar. Və həmçinin cümə günü və ya cümənin gecəsi vəfat edən şəxs. Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, kim cümə günü və ya gecəsi vəfat edərsə, Allah subhanahu teala onu qəbirdə olan o fitnədən, yəni sorğu-sualda sabit olmamaqdan qoruyar. Qəbirdə olan əzaba, yəni əzabdan qorunmaq üçün səbəb də iki qism, ümumi və xüsusi. Ümumi yenə təqvadır, Allahın qadağan etdiyi şeylərdən çəkinməkdir. Xüsusi də səbəblər çoxdur, lakin əsas səbəblərdən biri, yenə deyirəm, Allah yolunda şəhid olmaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, şəhidin
Allah yanında Allah şəhidə 6 xislət verər. 6 gözəl xislət verər. Lakin hədisdə 7-sini sayır. 7-cisi isə Allahın izni ilə olacaq. 6-sı birbaşa olur, 7-cisi Allahın izni ilə olacaq. Birincisi, ilk çıxan damla qanı ilə bütün günahları bağışlanır. Bu da başqa hədislə izah olunur ki, bütün günahları bağışlanır yalnız borcdan başqa. Borc da 2 qismdir. Borcu o niyyətlə alıb ki, alıbsa əgər ki, qaytarmasın, atsın həmən şəxsə. Bəli, bunun günahı həmən o günah bağışlanmayacaq. Ona görə cavab verəcək. Şəhid olsa da belə. Amma o niyyətlə alıb ki, qaytarsın və imkan tapıb qaytarmayıb Allah yolunda şəhid olub, onu Allah bağışlayacaq. İkinci, cənnətdə olan yerini görür. Üçüncü, qəbir əzabından canı qutarır. Həmən bu mövzuya aiddir. Dördüncü, qiyamət günü olan o dəhşətdən canı qutarır. Beşinci, imanın şirinliyini dadır. Altıncı, huri ilə evlənir. Yəni, huriləri Allah subhanətə alə onun üçün huri verir. Və yedinci, istədiyi şəxsə, 70 şəxsə şəfayətçi olur. Lakin bu yedincisi Allahın izni ilə olacaq. Əvvəl 6-sı birbaşa olacaq, 7-ci isə Allahın izni ilə. Şəfayət barəsində də danışacağım inşallah. Həmçinin Mulk surəsini oxumaq. Mulk surəsini oxumaq da qəbr əzabından insanı qoruyur. Yatmamışdan qabaq imkan tapdıqda Mulk surəsini oxuyun ki, sizi qəbr əzabından qorusun. Cənnət və cəhənnəmə iman. Cənnət və cəhənnəm haqqında bir neçə dərsdən sonra daha geniş, yəni cənnətdə və cəhənnəmdə baş verən hadisələr barəsində daha geniş danışacağım. Lakin cənnət və cəhənnəmə iman 4 rükündən ibarətdir. 4 əsasdan ibarətdir. Birincisi, etiqad etməliyik ki, cənnət və cəhənnəm də həqiqətdir, haqdır, mif deyil. Necə hədisdə gəlib, necə Quran-ı Kərim doludur ayələrlə cənnət və cəhənnəm barəsində. Peyğəmbər s.ə.v duada deyir ki, əl-cənnət və haqq və nər haqq. Cənnət və cəhənnəm də haqdır. Yalan deyil. İkinci, etiqad etməliyik ki, cənnət və cəhənnəm məxluqdur, xəlq olunub. Və buna da Quran-ı Kərimdə dəlillər çoxdur. Bunlardan Allahu xaliqu kulli şey, hər şeyi yaradıcısı Allahdır. Allah yaradıb və başqa ayələr. Üçüncüsü, etiqad etməliyik ki, hal-hazırda cənnət və cəhənnəm mövcuddur. Və mövcudluğu mövcud olmadıqdan sonra baş verir. Yəni, cənnət və cəhənnəm əzəli deyil. Əzəli yalnız Allahdır. Cənnət və cəhənnəm olmayıb. Sonradan Allah onları yaradıb. Buna da dəlil Quran-ı Kərimdə yenə çoxdur. Məsələn, o iddətlil kəfirin, o iddətlil müttəqin ayələri. Müttəqinlər üçün hazırlanıb, kafirlər üçün hazırlanıb. Yəni, hazırlanıb, bu deməkdir ki, hal-hazırda cənnət və cəhənnəm də mövcuddur. Peyğəmbər s.ə.v bir gün namaz qılır, namazı bitirdikdən sonra deyir ki, mənim gördüyümü görsəydiniz, çox ağlayıb az gülərdiniz. Sahabələr soruşur, ya Rasulullah, sən nə görmüsən? Deyir, mən cənnət və cəhənnəmi gördüm. Allah ona göstərib cənnət və cəhənnəmi. Orada necə əzablar olacaq və cənnətdə necə nimətlər olacaq, bu barədə inşallah daha geniş söhbət edəcək. Dördüncü, etiqad etmək lazımdır ki, cənnət və cəhənnəm əbədidir. Lakin Allahın əbədiyyəti kimi deyil. Allahın əbədiyyəti əzəlidir, mütləqdir. Heç bir şey onu əbədiyyətdən çıxara bilmir. Amma cənnətlə cəhənnəmin əbədiyyəti nisbidir. Allahın istəyi altındadır. Allah istədiyi zaman onları məhv edə bilər. Lakin
Allah bunu istəmir. İstəyir ki, cənnətdə də, cəhənnəmdə də olanlar əbədi orada qalsınlar. Buna da dəlillər Quran-ı Kərimdə çoxdur. Əbədən sözü ilə gələn, ləfsi ilə gələn ayələrdir. Xalidinə fiyhə əbədən. Bu cür gələn ləfslər ayələrdir. Həmçinin cəhənnəmdə olan əzab. Bəziləri bu barədə geniş danışacağım ki, necə əzablar verilir cəhənnəmdə. Bəziləri cəhənnəmdə olan əzabın əbədi olmasını inkar edir. Deyir ki, cəhənnəmdə əzab müvəqqəti olacaq. Ondan sonra hamı çıxacaq o cəhənnəmə. Və cəhənnəmə Allah məhv edəcək. Hamı cənnətdə olacaq. Və dəlil gətirir Hud surəsi 106-107-ci ayələri. O kəslər ki, فَأَمَّا الَّذِينَ شَقَوْا فَفِي النَّارِ لَهُمْ فِيهَا زُفَيْرٌ وَشَهِقٌ. O kəslər ki, bədbəxt oldular, cəhənnəmdə onlara əzab əziyyət veriləcək. Xalidinə fiyhə. Onlar orada əbədi qalacaqlar. Məddəmət səməvat vəl ard, nə qədər ki, yer göy durur. İllə mə şəə rabbuka. Yalnız Rəbbin istədikdən başqa. Bu ayəni dəlil gətirirlər ki, yəni illə istisnadır. İstisna etdi Allah Teala ki, Allah istədiyi zaman artıq onu məhv edəcək. Hamı çıxacaq və cəhənnəm olmayacaq. Bu ayəni dəlil gətirirlər. Onda biz nə edirik? Və də sual veririk. Sual veririk ki, bütün müttəfiqdir ki, cənnət əbədidir. Onu məhv etməyəcək. Onu məhv etsə, insanlar da məhv etməlidir. Elədir. Yaxşı, onda bu ayənin 106, 107, 108-ci ayəyə nə deyirsən? Orada həmən ayəni, həmən cür ayə gətirir. Mədəməti səməvad olar, illə məşə rabbuka, lakin cənnətə aid edir. Cənnət də yer göy duracaq, qalacaq, Allah istədikdən başqa. Onların dediyi qaydaya əsasən belə çıxır ki, cəhənnəm məhv olunarsa, bu qaydaya əsasən, bu ayəyə əsasən. 108-ci ayəyə əsasən də cənnət məhv olar. Allah cənnət məhv edir. Sonda insanlar hara gedəcək? İnsanlar nə olacaq? Bu fikir rədd olunur. Başqa ayələr də təsdiq edir ki, cənnət və cəhənnəm əbədidir. Lakin onlar bundan əlavə başqa dəlillər də gətirir. Hədislər gətirir. Bu hədisləri yəqin ki, bəzi kitablarda rast gələrsiniz. Əbu Məmə Əl-Bəhri radiyallahu anhu güya ondan rəvayət olunub ki, o deyib, bir zaman gələcək, cəhənnəmdə heç kəs qalmayacaq. Heç kəs. Bu hədis uydurmadır. Cəfər ibn Zübeyir el-Basri hədis uyduran olur. Hədisin sənədində, isnadında. Bu ravi, Cəfər ibn Zübeyir el-Basri hədis uyduran olur. Bu hədis batildir. İkinci hədis, Anəs ibn Məlik radiyallahu anh, güya ondan rəvayət olunub. Deyir, cəhənnəmin elə bir zamanı gələcək ki, Məhəmməd ümmətindən orada heç kəs qalmayacaq. Bu da batil rəvayətdir. Sənədində Alə ibn Zeyddir. O da uydurur. Hədis uyduranlardan olur. Üçüncü, Ömər ibn Xattab radiyallahu anh güya rəvayət edib ki, cəhənnəm əhli bir müddət cəhənnəmdə qalacaq, sonra hamısı çıxıb cənnətə daxil olacaq. Bu da zəif hədisdir. Əvvəla, hədisi Həsən el-Basri rəvayət edib Ömər ibn Xattabdan. Halbuki Həsən el-Basri Ömər ibn Xattabı görməyib. Radiyallahu anh. İkincisi də laf tutaq ki, Ömər deyibsə, tutaq ki, Ömər deməyib, tutaq ki deyibsə, Quran və hədisə ziddirsə, nəinki Ömər? Bütün sahabələrin sözü Quran və sünnəyə zidd olar, hamısı rədd olunur. Heç biri qəbul olunur. Amma Ömər radiyallahu anh belə şey deməyib. Əbu Hüreyrə radiyallahu anhdan rəvayət olunan hədisdə deyir ki, cəhənnəmin elə bir zamanı gələcək ki, orada heç kəs qalmayacaq. Bu hədis səhihdir. Yəni, əsər, Əbu Hüreyrədən rəvayət olunan əsər səhihdir. Lakin əsəri əhəd kəlməsi ilə rəvayət edənlərin rəvayəti zəifdir. Muvahhidin kəlməsi ilə rəvayət olunan əsər səhihdir.
əhəd və yaxud dediyimdir, heç kəs qalmayacaq. Bu zəifdir. Amma muvahhid, Allahın təkliyinə ibadət edənlər qalmayacaq. Bu səhihdir. Niyə? Çünki zərrə qədər qəlbində iman olan cəhənnəmdə qalmayacaq. Nə vaxt çıxıb cənnətə gedəcək. Amma kafir, müşrik əbədi olaraq cəhənnəmdə qalacaq. Münafiqlər də xüsusən cəhənnəmin dibində qalacaqlar. Abdullah ibn Məsudun rəvayəti radiyallahu anh, güya ondan da rəvayət olunub ki, zaman gələcək ki, cəhənnəmdə heç kəs qalmayacaq. Bu da zəif rəvayətdir. Bunun da zəifliyi ondan ibarətdir ki, yenə əhəd kəlməsi, muvahhid kəlməsi ilə əhəd kəlməsi ilə əvəz olunur. Əslində muvahhid olmalıdır, yəni Allahın təkliyinə ibadət edənlərdən heç kəs qalmayacaq. Lakin ona əvəz ediblər, əhədlə dəyişdiriblər ləfsi. Cəhmiyyələr cənnət və cəhənnəm barəsində yenə həmən fikir deyir ki, cənnət və cəhənnəm əbədi deyil. Nə vaxtsa fani olacaq, yəni məhv olacaq. Lakin yenə həmən rəddi onlara edirik ki, onların əbədiyyəti Allahın izni ilədir. Bəli, Allah istədiyi vaxt məhv edə bilər. Amma sənin əsasın yoxdur ki, əsaslandırasan cəhənnəm və cənnətin fani olmasına. Quran-ı Kərim doludur ayələrlə. O şəxs ki, Allahın əzabına düşər olur və ya mömin şəxs olsun, ölüb getmiş şəxs, ölüb getdikdən sonra sağ olan şəxsin əməlindən faydalana bilərmi? Yəni, bu sualın cavabı üçün müraciət etməliyik hədislərə. Hədislər göstərir ki, bəli, faydalana bilər. Bu birinci rəydir ki, faydalana bilər. Bu da icmanın rəyidir. Əsaslandırırlar hədislərlə, ayələrlə. Lakin hansı əməllərlə faydalana bilər? 5 cür əməl var. Bu əməllərlə ölmüş şəxs diri olan şəxsin əməlindən faydalana bilər. Ona da savab gedə bilər. Birincisi duadır. Allah Teala Quran-ı Kərimdə deyir ki, وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَحِيمٌ. O kəslər ki, sahabələrdən sonra gəldilər, tabiinlər və onların ardıcıları. Onlar dedilər, ey Rəbbimiz, bizdən əvvəl olan din qardaşlarımızı və bizi bağışla. Fikir ver, necə dua edir. Onların duası ilə onlar da faydalanır. Ölüb getmiş sahabələr də faydalanır. Onlar da savab qazanır. Allah onları bağışlayır. İkincisi sədəqədir. Bir nəfər Peyğəmbər s.ə.v-in yanına gəlir. Bu da Buxari Müslimdədir rəvayət. Səhih rəvayətdir. Gəlir, deyir ki, ya Rasulullah, anam vəfat etdi və vəsiyyət etmək istədi. Vəsiyyət edə bilmədi. Lakin mən əminəm ki, o vəsiyyət etmək istəyirdi ki, malını Allah yolunda sədəqə versin. Mən sədəqə verə bilərəmmi? Onun malını. Peyğəmbər s.ə.v dedi, bəli, verə bilərsən. Onun yerinə də sədəqə verə bilərsən. Sədəqə verirsən, əldə etdiyin savabı verirsən ölən şəxsə. Həmən o savabla ölən şəxs faydalanır. Üçüncü, vacib oruc. Vacib oruc nə deməkdir? Əgər ölmüş şəxsin boynunda ya qəza orucu qalıbsa Ramazandan, ya kəffarə orucu qalıbsa, nəzir edib, ya hansı bir günah edib, 3 gün oruç tutmalıdır və ya 60 gün oruç tutmalıdır, bu orucları onun əvəzinə kimsə tuta bilər. Tutur, savabını ona verir. Amma Ramazan orucunu, Ramazan gəlir qabaqdan, mən kiminsə əvəzinə Ramazan orucunu tutum, belə bir şey heç nə sünnədə, nə Quranda varid olmayıb. Əgər sən orucu tutacaqsan, bəs sənin orucunu kim tutacaq? O yalnız o kəffarə oruclarına, vacib oruclara, qəza qalmış oruclara aiddir ki, başqa aylarda ölən şəxsin yerinə tuta bilərsən. Buna da dəlil Müslimdə hədis var. Bir nəfər qadın gəlir, deyir, ya Rasulullah,
anam vəfat edib və boynunda, üzərində oruc qalıb, orucun haqqı qalıb. Onu onun əvəzinə tuta bilərəmmi? Peyğəmbər s.ə.v deyir, bəli, tuta bilərsən. Dördüncü, həcdir. Həcc ziyarətini də, əgər özün üçün öz yerinə həcc etmisənsə, ondan sonra kiminsə yerinə, mömin şəxsin yerinə həcc edə bilərsən. Bu da yenə həmən Müslimdə də hədis, Buxaridə də o hədis gəlir. Qadın gəlib soruşur ki, ya Rasulullah, anam vəfat edib, onun yerinə həcc edə bilərəm? Deyir, bəli, edə bilərsən. Və beşinci, qurban kəsməkdir. Qurban kəsmək öz adından və mömin dədə-babalarımın adından. Bu cür qurban kəsmək olar. Peyğəmbər s.ə.v qurban kəsib deyir, öz adımdan və əhli əyalımın adından kəsirəm bu qurbanı. İkinci rəy, bu zəif rəydir, hətta bəzilər deyir, batil rəydir. İkinci rəy zəif rəydir ki, bu 5 əməldən başqa bütün xeyrxalq əməlləri bu 5 əmələ qiyas edib ölüyə savabını vermək olar. Bu zəif rəydir. İcmaya görə zəifdir. Baxmayaraq ki, o zəif rəyi, baxmayaraq ki, Əhməd ibn Həmbəl, Əbu Hənifə, İbn Teymiyyə dəstəkləyir ki, başqa əməlləri də, xüsusən də Quranı oxuyub, savabını ölən şəxsə çatdırmaq olar. Baxmayaraq ki, onlar dəstəkləyir, lakin bu rəy zəifdir. Malik, Şafi və s. əksər sahabələr, demək olar ki, heç bir sahabədən rəvayət olunmayıb ki, Quranı oxuyub savabını ölən şəxsə, xüsusən də Peyğəmbər s.ə.v çatdırsın. Belə bir şey rəvayət olunmayıb. Onların da etmədiyini sonradan qiyas edib hansısa əmələ etmək sünnəyə ziddir. Həmçinin Peyğəmbər s.ə.v heç bir sahabə üçün belə bir şey etməyib. Belə bir şey sünnələrə varid olmayıb. Yalnız varid olan bu 5 əməldir, ona qiyas olunur. Üçüncü rəy, bidət əhlinin, kəlam əhlinin, məntiq əhlinin rəyidir. Bu da batildir ki, ümumiyyətlə insan diri olan şəxsin heç bir əməlindən fayda qazanmır. Heç bir əməli. Öldü, getdi və salam. Əməlləri dayanır. Dəlillərinin birincisi Quran ayəsidir. Və ənə leysə lil-insən illə məsə. İnsan üçün yalnız öz etdiyi əməllərinin mükafatı olacaq və yaxud cəzası. Yalnız öz etdiyi əməllərinin. Bu ayədir. Bu ayə bir neçə cür izah olunur. Bəziləri deyir ki, bu ayədə kafirlər qəsd olunur. Yəni, öz günahına görə özləri cavab verəcək. Bəziləri deyir, bu həmən o hədislərlə, başqa ayələrlə nəsx olunur. Bu ayənin mənası. Bəziləri deyir ki, bu bizdən əvvəlkilərin şəriətinə aid olub. Müxtəlif cür izahlar olunur, lakin ən gözəl izah odur ki, bu ayə umumən gəlir ki, insana öz əməlinin, yalnız etdiyi əməlinin mükafatı və ya cəzası olacaq. Hədislər də onu izah edir ki, hansı əməllərdə insan bundan başqa fayda da əldə edə bilər, faydalana bilər. Sağ olan şəxsin əməlləri ilə. İkinci dəlil, Peyğəmbər s.ə.v deyir ki, insan öldükdə bütün əməlləri dayanır. Ardı kəsilməyən sədəqədən, faydalı elmdən, bir də ki, salih övladdan başqa. Onların etdiyi əməldə ona da savab yazılır. Bundan başqa heç bir əməldən o faydalana bilməz. Nə həc, nə zəkat, nə sədəqə, nə oruc, nə dua, nə qurban. Bunu inkar edirlər. Lakin Peyğəmbər s.ə.v bu hədisdə dedi ki, inqata kəsildi əməli. Demədi ki, əməlinin faydası da və yaxud başqa şəxsin əməlinin faydası da kəsildi. Elə bir söz demir Peyğəmbər s.ə.v. Bu da dəlildir ki, şəxsən onun əməlləri dayanır. Yalnız qoyub getdiyi əməllərdən faydalı elmdən və ya ardı kəsilməyə sədəqədən tutaq ki, su quyusu insanlar üçün tikib, o quyunun suyundan istifadə etdikcə ona da savab yazılır. Dedi ki, əməli dayanır. Demədi ki,
faydası da dayanır. Başqa şəxsin onun üçün etdiyi əməlin faydası da dayanır. Belə bir şey demədik. Bu da dəlildir ki, Peyğəmbər s.ə.v elə tərzdə danışırdı ki, onu sonradan heç cür başqa mənaya fırlatmaq mümkün deyil. Qiyamət günü bir çox şeylər baş verəcək. Qiyamət başladıqda ilk növbədə insanlar hamısı həşr olunur, toplanır Allahın hüzuruna. Həşr olunmağı da öz istəkləri ilə olmur. Onlar məcburi şəkildə Allah Teala onları öz hüzuruna yığır, toplayır. Onlara sorğu-sual etsin. Və bu zaman şəfaət olunur bəzi insanlara. İndi o barədə danışacağım, şəfaət barəsində. Şəfaətdə Peyğəmbər s.ə.v və digər Peyğəmbərlər və başqa möminlər də iştirak edə bilər. Onlar da şəfaətçi ola bilərlər. Ümumiyyətlə, şəfaətin mənası nədir? Şəfaətin mənası iki cür izah olunur. Lüğəti mənası, lüğəti baxımından mənası vasitədir. Vasitəçi olmaq. Şəriətdə olan mənası isə kiməsə fayda vermək üçün və yaxud hansısa əzabdan onu qorumaq üçün vasitəçi olmaq, şəfaətçi olmaq. Şəfaətin özü iki qismə bölünür. Dünyada olan şəfaət və axirətdə olan şəfaət. Dünyada olan şəfaətə dəlil Allah subhanahu teala deyir ki, mən yeşfəu şəfaətən həsənə yəkun ləhu nasibun minhə. Kim gözəl vasitəçi olarsa, onun savabından ona da çatar. Və mən yeşfə şəfaətən seyyə lə yəkun ləhu kiflun minhə. Kim pis bir əməl üçün, günah üçün vasitəçi olarsa, günahından ona da yazılar. Lakin bir şey qeyd etmək lazımdır ki, dünyəvi işlərdə vasitəçi olmaq üçün, kiməsə şəfaətçi olmaq üçün 3 şərt olmalıdır. Bu 3 şərt olarsa, ondan sonra kimin üstüncə vasitəçi ola bilərsən, şəfaətçi ola bilərsən. Birincisi, etdiyin əməl, o vasitəçilik etdiyin əməl Allahın qəzəbinə səbəb olmamalıdır. Məsələn, vasitəçi olursan ki, bar açılsın, fahişəxana açılsın və s. Və yaxud bidətlə dolu kitabların paylanılmasına, çap olunmasına, satışına vasitəçilik edirsən. Edirsən, kömək edirsən ki, bu şeylər icra olunsun. Bu bir. İkinci, vasitəçilik etdiyin şəxs ona layiq olmalıdır. Və bu səni sövq etməməlidir ki, qohumuna, yaxınına keçəsən. Deyəsən ki, eybi yox, qohumumdur, onun üçün vasitəçilik edin. Qohumluq xatirinə yox. Yalnız Allah xatirinə vasitəçilik etməlisən. Yəni, məsələn, heç kəs üçün bu əməldə vasitəçilik etmirsənsə, onun üçün də etməməlisən. Onu xüsusiləşdirməməlisən, qohumun olduğuna görə. Və üçüncü, sənin vasitəçiliyindən heç bir müsəlmana, möminə zərər gəlməməlidir, zərər toxunulmalıdır. Hansısa bir möminə kömək edirsən ki, bir yerdə torpaq alıb özü üçün yetişsin, başqa möminə isə zərər vurursan, onu o torpaqdan atırlar bayram. Bu cür vasitəçilik etmək olmaz. Bu üç şərt olarsa, ondan sonra vasitəçilik edə bilərsən. Axirətdə olan vasitəçilik isə o da iki qismə bölünür. Halal, yəni caiz olan və bir də haram olan vasitəçilik. Haram olan vasitəçilik nədir? Gedib bütlərdən şəfaət diləmək. Bütlərin vasitəçi olması. Bu haramdır. Büt vasitəçi ola bilməz Allahla insan arasında.
Allah subhanət hələ onlara rədd edərək deyir ki, fəmə təşfəuhum şəfaətü şəfiin. Başqa ayədə deyir ki, və yəqulunə həulə şəfaəunə indəllah. Birinci ayədə deyir ki, onlara o şəfaətçilərin, yəni bütlərin, o dünyada etdikləri də, ahirətdə istədikləri də. Allah rədd edəcək onların şəfaətini. İkinci qism sabit olan, şəriətlə sabit olan şəfaətdir, vasitəçilikdir. Qiyamət günü baş verəcək. Lakin bu vasitəçilikdə iki şərtin olması labüddür. Bu iki şərt olduqdan sonra yalnız o vasitəçilik qəbul olacaq və Allah indi sayacaq bir-bir hansı günahkarların günahını bağışlayacaq və ya cənnət əhlinin dərəcəsini artıracaq və s. Yəni o şəfaəti qəbul edəcək. Birinci şərt Allah şəfaət olunandan razı qalmalıdır. İkinci şərt Allah şəfaət verənə izin verməlidir. İki şərt. Bunların da hər birində dəlil var. Ayrı-ayrılıqda və hər ikisinin eyni ayədə olması. Dəlil var Quran-ı Kərimdə. Deməli, Bəqərə surəsi 255-ci ayədə Allah təala deyir, mən zəlləzi yəşşə indah illə bizni. Allahın huzurunda onun izni olmadan kim şəfaətçi ola bilər? Kim vasitəçilik edə bilər? Heç Peyğəmbər vasitəçilik edə bilməz. Sallallahu aleyhi və səlləm. Allahın izni olmadan. Bu iznə aiddir. Ənbiya surəsi 28-ci ayədə də deyir ki, وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنْ اِرْتَبَى. Onlar, yəni vasitəçi olanlar, yəni Allah onlara izin verdikdən sonra, yalnız Allahın razı qaldığı şəxslərə vasitəçilik edə bilərlər. Və hər iki şərt eyni ayədə, Nəcm surəsi 26-cı ayədə qeyd olunub. Allah təala deyir, وَكَمْ مِنْ مَلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِ شَفَاعَتُهُمْ شَيْئًا. Bu birinci. Nə qədər göydə mələklər var ki, onların vasitəçiliyinin heç bir faydası yoxdur. Çünki Allah izin vermir. Bu birinci şərti inkar etdi Allah təala. İllə min ba'di ən yəzənəllah. Allah izin verdikdən sonra onlar şəfaətçi ola bilər. Mələklər də ola bilər. İkinci şərt limən yəşəu və yarda. Kimə istəsə və kimdən razı qalsın. İki şərt eyni ayədə qeyd olundu. Sabit, şəriətlə sabit olmuş, yəni ayə və hədislə sabit olmuş bu şəfaətin özü də iki qismə bölünür. Birinci qism yalnız Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə xas olan vasitəçilik. İkinci qism həm Peyğəmbərə, həm digər insanlara ümumi şəfaət adlanır. Hamıya icazə verilmiş şəfaətdir. Və hər bir şəxs vasitəçi ola bilər. Yenə də həmən şərtlərlə Allahın izni və bir də şəfaət olunandan Allahın razı qalması. Birinci qism, yəni Peyğəmbər s.ə.və xas olan şəfaətin özü də üç qismə bölünür. Bu qismlər o qədər çoxdur ki, başınız, bilirəm, hamısı qarışdı başınızda. İstəsəz yenə gələn dərs bunu bir də təkrar edərəm, bir də yaxşı-yaxşı yadınızda qalsın. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə xas olan, ən yüksək dərəcədə olan şəfaət vasitəçiliyi hər birimizin azandan sonra etdiyimiz duada qeyd olunan şəfaətdir. O, həmd olunmuş məqamda olan şəfaətdir. O gün ki, bütün insanlar Adəm əleyhissalamın yanına gələcək, Adəm əleyhissalam deyəcək ki, mənim öz nəfsim haqqında düşünürəm, öz günahım var. Allahın əmrindən çıxmışam, cənnətdən qovulmuşam. Buna görə bunu fikirləşirəm. Allah məni bağışlayacaq, yoxsa yox. İbrahim əleyhissalam 3 dəfə yalan danışıb, onu fikirləşəcək. Bir dəfə bütləri qırıb, deyir ki, bu bütləri o böyük büt qırıb. İkinci dəfə bayram keçirirlər, hamısı meşəyə gedir. İbrahim əleyhissalam gelmir, deyir, xəstəyəm. Üçüncü dəfə də padişah zorla bunun arvadını əlindən almaq istədikdə Saranı. Deyir ki, o mənim bacımdır. Bu üç yalana görə fikirləşir ki, nə cavab verəcək. Halbuki hər üçündə
Allah ona bağışlayıb, ruxsat verib. Lakin buna baxmayaraq, görün, Peyğəmbər qorxur öz səhvinə görə. Gələcəklər Musa aleyhissalamın yanına, Nuh aleyhissalamın yanına gələcəklər. O da deyəcək, nəfsi, nəfsi, öz nəfsini fikirləşirə. Oğluna görə bağışlanma istədi Allahdan. Allah onu qınadı. Dedi ki, belə bir şey haqqında məndən soruşma, o kafir kimi ölüb. O da öz nəfsini fikirləşəcək, özünü düşünəcək. Gələcəklər Musa aleyhissalamın yanına, o da deyəcək ki, nəfsi, nəfsi, Qibtini öldürdüyünə görə. Gələcəklər İsa aleyhissalamın yanına, o da deyəcək nəfsi, nəfsi, lakin hədisdə qeyd olunmur hansı səhvə görə. Gələcəklər Peyğəmbər s.ə.v-in yanına, həmən o məqam-ül məhmud, o həmd olunmuş məqamda Peyğəmbər s.ə.v səzdə edəcək və Allah izin verməmiş səzdən qalxmayacaq. Allah da deyəcək ki, qaldır başını, istədiyinə şəfayətçi ol, istədiyini bağışla. Ondan sonra Peyğəmbər s.ə.v özü seçəcək. Yəqin ki, kimlər ki, onun sünnəsinə daha çox riayət ediblər, Peyğəmbər s.ə.v onlara şəfayətçi olacaq, o məqamda. İkinci, cənnətə bizim daxil olmağımız, əgər daxil olacaqsa, daxil olmağımız birinci Allahın rəhməti ilədir. Allahın rəhməti ilə daxil olacaq. Lakin bu da kifayət deyil. İkinci, Peyğəmbər s.ə.v-in şəfayəti ilə, vasitəçiliyi ilə. Çünki Peyğəmbər s.ə.v o cənnətin qapısını döyəcək və deyəcək ki, bu mənim ümmətimdir, izin verin, daxil olsunlar. Vasitəçilik edəcək. Bu ikinci xüsusi vasitəçilikdir Peyğəmbər s.ə.v üçün. Və üçüncü vasitəçilik əmisi Əbu Talib üçün etdiyi vasitəçilikdir. Digər əmisi Abbas radiyallahu anhu deyir ki, ey Allahın elçisi, əmin sənə bu qədər kömək edib, bu qədər yaxşılıqlar edib. Onun üçün nə isə edə biləcəksən qiyamət günü. Artıq bu sualdan görsənir ki, əmisi kafir kimi ölmüşdür və Abbas qardaşı üçün fikirləşirdi ki, Peyğəmbər ona kömək edə bilər, yoxsa yox. Deyir ki, mən vasitəçi olacam ki, cəhənnəmin dibindən onu qaldırsınlar cəhənnəmin lap üst təbəqəsindən. Ən aşağı səviyyədə əzab verilən təbəqə. Buna bu yerə, həmən o yerə, cəhənnəmdə olan yerə Təhtəh deyilir. O yerin adı. Deyir ki, orada ayağının altında od yanır, o odun istisindən beyin qaynayır. Ən yüngül əzab budur. Ən şiddətli əzabı da Allah bilir necə əzablar olacaq. O barədə inşallah söhbət edəcəm. İkinci qism, yəni hər bir insanın vasitəçiliyinə. Bu da 5 qismə bölünür. 5 qismə bölünür. Birincisi, o möminlər ki, cəhənnəmə daxil olacaqlar. Yəni, cəhənnəmə daxil olmalıdırlar. Onlar üçün vasitəçilik edəcəklər digərləri ki, cəhənnəmə daxil olmasınlar. İkinci qism, o möminlər ki, artıq cəhənnəmə daxil olub, digərləri, məsələn, kiminsə dostudur, vasitəçilik edəcək ki, tam əzabını çəkməmiş, onlar oradan çıxsın. Bu ikinci qism. Üçüncü, cənnətdə müəyyən bir mərtəbədədir. Məsələn, mən yüksək mərtəbədəyəm, zövcəm, dostum və s. övladım aşağı mərtəbədədir. Vasitəçilik edəcək ki, o da onun mərtəbəsinə qalxsın. Yəni, biraz yuxarı, yüksək mərtəbəyə qalxmaq üçün vasitəçilik edəcəklər. Dördüncü, o şəxslər ki, yaxşı əməlləri və pis əməllərinin tərəzidə sayı, çəkisi, ağırlığı eynidir. Onlar üçün vasitəçilik edəcəklər ki, cənnətə gitsinlər. Çünki o, yaxşı əməllərlə pis əməllər eyni gələrsə, Allah bilir, oraya düşəcəklər. Və həmən o günü fikirləşin ki, balaca bir yaxşı əməliniz də ola bilər, o bir əməllərdən ağır gəlsin. Və o vaxt peşman olmayaq ki, nə üçün bunu etmədik ki, indi biraz əməllərimiz pis əməllərimizdən ağır gəlsin. Və sonuncu, bu ən gözəl, yəni bu qismə aid olan ən gözəl vasitəçilikdir.
haqq hesabsız birbaşa cənnətə düşmək üçün vasitəçilik edəcək. Bunu da yenə Allahın izni ilə və şəfaət olunan şəxsdən razı qalmaqla. Bu iki şərt olmasa, heç kəs Allahın huzurunda vasitəçilik edə bilməz. Peyğəmbər s.ə.vədir. Sonra Allah Teala məxluqatın yanına gələcək. Keyfiyyəti bizə məlum deyil və heç kəs deyə bilməz ki, o məkana daxil olacaq, məkanın içində olacaq. Onun nə məkana, nə zamana ehtiyacı yoxdur. O məkan və zamanı məxluq üçün yaradılır. İnsanlar üçün, cinlər üçün, heyvanlar üçün, mələklər üçün. Buna da dəlil həm Bəqərə surəsindədir, əvvəllərində o gün ki, Rəbbin və mələklər gələcək və bir də Əmmə cüzdə axırıncı surələrdədir. Və cəə rabbuka vəl mələku saffən saffə. Mələklər səf-səf və Rəbbin o gün gələcək. Sünnədə də dəlil çoxdur və bu dəlillərdən ən gözəli o gün Allahı görməkdir. Allah gələcək insanların yanına. Hansı keyfiyyətdə olduğu bizə məlum deyil və insanlar, yəni möminlər, Allahı görəcəklər. Mu'təzillər, xüsusən Mu'təzillər, onu inkar edir. Yəni, bu barədə əvvəlki dərslərdə danışmışam ki, Mu'təzillər Allahın demək olar ki, bütün sifətlərini, isimlərini inkar edirlər. Ondan sonra haqq hesab olacaq və bu barədə də inşallah necə haqq hesab olunacaq, haqq hesabın kimlər üçün olduğu, hansı əməllər, tərəzi və s. bu barədə inşallah gələn dərs mövzumuzu davam edərək. Subhanakallahumma və bihamdika əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala əşrafil enbiya vel mursalin. Nəbiyyina Muhammedin və alə əlihi və ashabihi əcməin. Əmmə ba'd. Yenə Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisləridir. Ədəb və əxlaqa aid. Biz bilirik ki, böyüklərimizə hörmət etməyən bizdən deyil. Elə bir hədis var Peyğəmbər sallallahu aleyhi və səlləmin. Və böyüyə qalxıb yer vermək, ya qalxıb onunla görüşmək, hörmət üçün caizdir. Amma kimisə əzəmətləşdirərək onun huzurunda qalxmaq haramdır. Peyğəmbər s.ə.v hətta onun özünə görə baxmayaraq ki, insanlar arasında ən əzəmətli insandır. Ən hörmətli, Allah yanında ən sevimli olan insandır. Lakin buna baxmayaraq Peyğəmbər s.ə.v xoşlamırdı ki, ona görə sahabələr ayağa qalxsın. Və Ənəs ibn Məlik radiyallahu anh deyir ki, Peyğəmbər s.ə.v üçün kimsə ayağa qalxdıqda onun üzündən biz narazı olduğunu hiss edirdik, görürdük. İstəmirdik ki, onun üçün kimsə ayağa qalxsın. Ancaq hörmət üçün qalxıb görüşmək, yer vermək, qoca adama, hamilə qadına və s. caizdir. Sonra müəllif nəyə görə bu hədisi bura, bu fəslə salıb? Allah bilir. Amma çox gözəl hədisdir. Ayşə radiyallahu anhə Fatimə radiyallahu anhə tərifləyir. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə yer işində, oturuşunda oxşayan onun qızı Fatimə idi radiyallahu anhə. Peyğəmbər s.ə.v oxşayırdı. O necə yeriyirdisə, necə otururdusa, qızı da atası kimi yeriyirdi, otururdu. Hətta danışığında da oxşayırdı atasını. Və Peyğəmbər s.ə.v hər dəfə onu gördükdə mərhəbə deyirdi, xoş gəlmişsən. Və bəziləri deyir ki, bəziləri
ancaq salam vermək lazımdır. Hikmətsizlik edir, elə cahillərə də salam verir. Lakin cahillərə başqa şey də demək olar. Sabahın xeyir, axşamın xeyir, gün ortan xeyir, mərhabə və s. kəlmələr də istifadə etmək olar. Bu qadağan olmayıb. Görürüz ki, Peyğəmbər s.ə.v deyirdi. Ona görə də vəziyyəti nəzərə alıb, müsəlmanlardırsa, səni başa düşəcəklərsə, salam ver. Salam aleykum, çıxıb gedəndə də aleykum salam. Amma cahildirsə, əssəlamu aleykum deyəcəksən, gedəcəksən deyəcək, buna bax. Görüşüb gedəndə də salam verir. O dərk eləməyəcək ki, bunun hikməti var, bunun savabı var, bunun mənası var. Buna görə cənnətə düşür insan. Bunu dərk eləməyəcək. Ona görə hikməti nəzərə alıb, o vəziyyəti nəzərə alıb, özün vəziyyətdən çıxmalısan. Və bu, demək istəyirəm ki, bu haram deyil ki, məsələn, sabahın xeyir demək, axşamın xeyir demək. Rasulullah s.ə.v ölümündən, vəfatından bir müddət əvvəl, bir neçə gün əvvəl, yəni Fatimə radiyallahu anh Peyğəmbər s.ə.v-in yanına gəldi. Yəni, bunu da Ayşə radiyallahu anh danışır. Çünki Rasulullah s.ə.v axır günlərini onun evində qalıb. Ən çox istədiyi zövcəsi idi. Ölənə qədər onu tərk etməyib. Yenə gəldi, deyir, biz baxırdıq ki, Peyğəmbər s.ə.v kimə nə deyəcək, kiminlə nə söhbət edəcək. Lakin Fatimə radiyallahu anh dediyini biz eşitmədik. Çağırdı, qulağına neysə dedi. Birinci dəfə deyəndə ağladı. Sonra bir də neysə dedi, başladı gülməyə, sevinməyə. Bir müddət sonra Peyğəmbər s.ə.v-in vəfatından sonra biz ondan ağlamağının və gülməyinin səbəbini soruşduq. Dedi ki, Peyğəmbər s.ə.v, yəni atam, mənə dedi ki, mən artıq vəfat edirəm. Mən ağladım. Sonra dedi ki, ailəmdən mənimlə ilk qovuşan şəxs sən olacaqsan və sevindim. Ona görə sevinmir ki, ilk vəfat edən, dərhal ondan sonra vəfat edən şəxs olduğuna görə, yox. Ona görə sevinir ki, artıq Peyğəmbər s.ə.v onun cənnətə düşəcəyini əvvəlcən ona xəbər verdi. Mənə qovuşacaqsan. Mənə qovuşacaqsan, Allah bilir, bu çox məna verə bilər. Peyğəmbər s.ə.v-in olduğu məqamda olacaq, mənasını da verə bilər. Cənnətdə olacaq, o 100% bu mənanı da verə bilər. Və s. Buna görə də deyir, sevindim. Radiyallahu anh. Başqa rəvayətlər də var ki, qadınların seyidi olacaq. Yəni ki, ən hörmətlisi olacaq. Fatimə radiyallahu anh. Peyğəmbər s.ə.v-in qızı. Sonra yenə Allah bilir müəllif bunu bu hədisi niyə bu fəsildə gətirib? Qüsül barəsindədir. Ola bilsin ki, düzgün müraciət etməməyə işarədir. Ki, sualı verdikdə və ya etiraz etdikdə ədəblə, əxlaqla etiraz etməlisən. Deyir ki, Cabir ibn Abdullah radiyallahu anhu hədis tanışır Peyğəmbər s.ə.v-lə və deyir ki, Rasulullah s.ə.v cənabət halında olduqda 3 oğuz su ilə, başına tökməklə 3 oğuz su ilə kifayətlənərdi. Başına tökməklə. 3 oğuz suyu başına tökərdi və bununla kifayətlənərdi. Başını yumaq üçün. Həsən İbn Muhammed Əbu Abdullah deyir ki, mənim saçım çoxdur, 3 oğuz su mənə bəs etmir. Cabir radiyallahu anh qəzəblənir, vurur onu əli ilə burasını və deyir ki, səndən də çox saçı olana kifayət edirdi. Necə olur sənə kifayət etməsin? Bu düzgün etiraz etmir. O izahını tələb edə bilərdi, soruşa bilərdi ki, bəs izah et ki, bəs çox saçı olan nə etsin? Bu cür soruşa bilərdi. Amma bir dəfəli edir ki, mənə bəs eləmir. Mən belə eləyə bilmərəm. Və s. Bu cürünə etiraz eləmək olmaz. Nə Quran, nə sünnəyə. Əksinə soruşmalısan ki, bəs belə olduqda mən neyim? Bu cür izah tələb etməlisən. Bu hədis də 3 sahabənin cənnətlə müjdələnməsinə dair hədisdir. Ümumiyyətlə, 10 sahabəni məşhur sahabələrdir, xəlifələr və s. 6 sahabə Peyğəmbər s.ə.v cənnətlə müjdələyib. Lakin bu hadisə baş verir
3 sahabə ilə Əbu Musa Əşəri radiyallahu anh deyir ki, Peyğəmbər s.ə.v bir dəfə evdə oturmuşdu hovuzun qırağında. Ayaqlarını da suya, hovuzun suyuna sallamışdı. Əbu Bəkir radiyallahu anh gəldi, dedi ki, izin verin, gəlsin və cənnətlə onu müjdələyin. Sonra Ömər radiyallahu anh gəldi, yenə ona da həmən ifadəni dedi ki, izin verin, cənnətlə müjdələyin. Və sonra Osman radiyallahu anh gəldi, ona da həmən sözü dedi, onun barəsində də həmən şey dedi. Bu üç şəxsi cənnətlə müjdələdi, sağlığındaykən. Və bu üç şəxs cənnətlə müjdələnmiş. Xüsusən niyə görə edirəm? Bu üçü xüsusən. Çünki bu üç nəfərin barəsində həm xavaricilərdən, həm də əlini ifrat dərəcədə sevənlərdən onlara qarşı düşmənlər olub. Lakin əlinin lazımı həddə qədər sevənlər, onun tərəfdarları o şəxsləri də sevir. Necə ki, Zeyd ibn Ali ibn Həsən ibn Ali rahiməhullah, o Zeydiyyə məzəbinin önündə gedəni, ona gəlib sual verirlər ki, bəs neysə məsələ barəsində soruşurlar. Deyir ki, Əbu Bəkir və Ömər belə dedi. Deyir, Əbu Bəkir, Öməri sən qəbul edirsən? Deyir, bəli, mən qəbul edirəm və qəbul etməyib onlara söyən, onlara nifrət edəni də kafir sayır. Və o hadisədən sonra Zeydin öz tərəfdarları onu rədd edir, inkar edir, qəbul etmir. Və o vaxtdan o Zeydiyyə məzəbinə Əlinin tərəfdarları tərəfindən nifrət olur. Niyə? Çünki bu iki sahabəni, Əbu Bəkirlə Öməri təriflədiyinə görə. Biz tərifləməsəydi, bütün dünya onu tərifləməsəydi, o elə Allah yanında tərifə layiqdir. O da, Ömər də, Osman da, Əli də o sahabələr ki, Peyğəmbər s.ə.v-in vəfatından sonra mürtədd olmadılar. Onlar hamısı Allah yanında tərifə layiqdir. Sən söyməklə əksinə onlara savabı artır. Söyürsən, zülm edirsən, qiyamət günü də gələcək, səndən haqqını tələb edəcək. Sən məni söymürsən, nəyə əsaslanmırsan? 1400 il əvvəl olan şeyi necə analiz etmirsən? Necə düzgün nəticəyə gəlmirsən? Hardan bilirsən ki, mən səhv etmişəm? Və hər dəfə söydükcə elə hesab etsinlər ki, onların o savabından onlara yazılır. Ümumiyyətlə, ölən şəxsi kim olur olsun söymək olmaz. Heç kəs bilmir ki, o öləndən biraz əvvəl tövbə edib yoxsa yox. Onun yalnız əməllərini demək olar ki, Əbu Bəkir filan əməli səhv edib, qəbul etməyik. Bütün sahabilər ona qarşı çıxıb bu əməldə. Ömər filan əməli səhv edib, bütün sahabilər ona qarşı çıxıb. Osman filan əməli, Əli filan əməli. Radiyallahu anh, hamısı insandır, xəta edə bilər. O xətasını da biz bəyan etmirik. O xətasını da biz analiz etmirik ki, bu xətadır. Onu onlar kimi sahabələr araşdırır ki, bu xətadır və qəbul etmirlər. Salam barəsində hədislər kifayət qədərdir ki, salam vermək sünnədir və salam verməklə bir-birinizə qarşı olan məhəbbət artır və bir-birinizə qarşı olan məhəbbət artdıqca da Allah subhanətə alə sizi cənnətə daxil edir. Rasulullah s.ə.v deyir ki, cənnətə o zaman daxil olarsanız ki, imanınız artar. İmanınız da o zaman artar ki, bir-birinizi sevərsiniz. Bir-birinizi də o zaman sevəcəksiniz ki, bir-birinizə salam verəsiniz. Bir-birinizlə əlaqədə olasınız. Ondan sonra Allah sizi cənnətə daxil edər. Salam vermək də bilirsiniz. Keçən oturana, ayaq üstə duran oturana, yaşlı kişiyə, yəni keçən oturana, ayaq üstə duran, keçən dayanana, ayaq üstə duran oturana və kiçik də yaşlıya salam verir. Üç şeyi yadınıza saxlayın. Ayaq üstə olan oturana, keçən dayanana və bir də kiçik yaşlıya salam verir. Sonra 3 gündən artıq müsəlman qardaşını tərk etməməlidir.
Yəni, aralarında neysə baş veribsə, 3 gün ərzində o problemi həll etməlidir. Salam verməsə, ondan sonra mələklər hər ikisinə lənət edə bilər. Onlardan ən xeyirlisi birinci salam verib bu münasibəti düzəldəndir. Salam verməklə də əgər savab qazanırsan, əgər təkcə Əssəlamu aleykum deyirsən, 10 savab, Rəhmətullah da əlavə edirsənsə 20 savab, və bərəkətuh da əlavə edirsənsə 30 savab qazanırsan. Bu savabdan bir neçə saniyə ərzində qazandığın savabdan özünü niyə görə məhrum edirsən? Müsəlmanın müsəlman üzərində olan 6 haqqından biridir. Salam verdikdə salamı qaytarmaq, cənazəni təqib etmək, dəfn olunana qədər və ya cənazə namazı qılınana qədər və ya dəfn olunana qədər, bilirsiniz, cənazə namazı qılınana qədər təqib etsən, Uhud dağı boyutu savab, dəfn olunana qədər təqib etsən, 2 Uhud dağı boyutu savab qazanırsan. Ahirətin yadına düşür. Və s. nə qədər faydalar var cənazədə iştirak eləməkdə. Nəsiyyət istədikdə nəsiyyət verirsən. Dəvət etdikdə dəvətini qəbul edib gedirsən. Basqırıb əlhəmdülillah deyəcə, yərhamuqallah, xəstələndikdə ziyarət edirsən. Bunlar hamısı müsəlmanın müsəlman üzərində olan haqlarıdır. Sonra Ata İbn Əbi Rabah deyir ki, səhabələr əllə salam verməyi belə-belə danışmadan, yəni selamu aleykum demədən belə salam verməyi bəyənməzlər. Xüsusən də əgər bunlar belə salam verməyi bəyənmirsə, indi bu axır vaxtlarda çıxan bu salam xüsusən bəyənilmir. Düzdür, biz müsəlmanlar başa düşürük ki, bu 2002-ci ildə meydana çıxmış bir bidətdir, belə salam vermək. Güya bunlar izah edir ki, Allahın təkliyini göstərir uzaqdan. Amma bunu fasiqin, kafirin yanında etdikdə, bu başqa şey başa düşə bilər. Onların üstü. Bəli. Bir dəfə yolda durmuşam, Çapayevdə durmuşam. 224-dən bir qardaş gedir arası. Mən də durmuşam, gözləyirəm qardaşı. Avtobusdan belə-belə eləyir. Belə-belə elədi, cəmaat tapsı buna baxır ya, bu gör saqqallı, o saqqallıya belə-belə eləyir. Mənim reaksiyamı göstərirlər ki, mən nə göstərəcəm. İndi barmağımı qaldırdım, belə elədim ona. Başın xarabdır. Belə salam verir. Qardaş utandı, amma artıq 2 idi. Sonra Abdullah ibn Amr ibn As radiyallahu anh gəlir, rəvayət edir ki, bir kişi gəlir Peyğəmbər s.ə.və deyir ki, İslamda ən gözəl əməl barəsində mənə xəbər ver. Rasulullah s.ə.v deyir ki, kasıbları yedizdir, bacardığın qədər. O demək deyil ki, bütün var dövləti kasıblara ver. Bacardığın qədər yedizdir, kömək elə və tanıdığına, tanımadığına salam ver. Bilirsiniz, qiyamətin əlamətlərindəndir ki, vaxt gələcək, salam verdikdə deyəcəklər ki, mənə niyə salam verir? Tanımır məni, mənə niyə salam verir? Bu qiyamətin əlamətidir. İndi də bu şeylər baş verir. Sonra yenə ədəbdəndir ki, Peyğəmbər s.ə.v deyir, ədəbdəndir ki, yol üstə oturmayasan. Yəni, gəlib gedənlərə nəzarət etməyəsən. Ancaq zərurət varsa, hansısa orqan işçiləri oturub kimizə güdürsə, müəyyən bir cinayətin üstünü açmaq üçün. Bu caizdir, problem deyil. Caizdir. Amma o yolun üstündə oturubsa, Peyğəmbər s.ə.v dediklərini həyata keçirməlidir. Gözünü haramdan yummalıdır, onun qadınına baxmamalıdır, gəlib keçən qadınlara, kiminsə arvadına, bacısına, qızına. Bu bir. İkinci, yol göstərməlidir, kimsə haranısa soruşsa ki, necə gedib tapa bilərəm filan kəsi, necə filan yerə gedə bilərəm, ona göstərməlidir. Çobud cavab verməlidir ki, mən bilmirəm, get başqasından soruş. Və bir də salam verdikdə salam almalıdır. İnşallah
Gələn dəfə hədisləri davam edərik. Hədislər çox maraqlıdır, lakin hədislər üçün çox az vaxt qalır. Çalışaram ki, tez-tez hədisləri tez-tez danışım ki, hamısını qutara bilək. Əmiyyən, 6 tane. Estağfurullah.